Sizləri Masazır qəsəbəsinə salamlayıram. Masazır qəsəbəsində prospekt yoldan 50 metr, əsas prospekt yoldan 50 metr məsafədə 6 qaraj, üstü 3 otaq, altına kömək sahəsi olan kupçalı belə bir həyət evi göstərəcəm sizlərə. Altı hissəsində 2 maşınlıq belə bir qarajı var. Bu qaydada. Təmiri göz qabağındadır. Qarajdan əlavə o hissə yenə də qapı qoyulub içəri daxil olmaq üçün həyətini göstərim. Həyəti bu qayda, su krantı falan hamısı var. Sayıq ağacları qoyulub, tam yaşayışlı evdir, kombisinin kimi var. Evin üz görünüşünü də göstərim. Evin içi təmirlidir. Aşağısında da belə bir şərait var, onu da göstərim sizlərə. Belə ümumi gördüyünüz kimi. Təmiri ağardılmış, döşənməsi tam metlənmiş belə bir ərazidir. Ehtiyac su çəni də var. Yuxarısı 3 otaqdır. Evin qiyməti 92.000 manat. 92.000 manata təklif olunur. O 92.000 manatdan da cüzi bir endirim olunacaq, nağd satılır. Bu gördüyünüz həyət evimiz tam kupçalıdır. Baha olmanın səbəbi Masazırda, bir daha vurğulayım ki, əsas yoldan 50 metr məsafədədir. Mərkəzi yoldan, prospekt yoldan. Və keçib evin içində olan şəraiti sizlərə tam şəkildə göstərəcəm. Evin içərisinə daxil olmuşuq. Qonaq otağından çəkilişi başlamışam. Qonaq otağımız gördüyünüz kimi tam təmir, mebelləri var. Mebellər götürüləcək. Müəyyən qədər pul müqabilində qiymətdən əlavə təklif olunsa, bu mebellər saxlamaq olar. Mebellər yenidir. Mebellər yenidir. Evin qiyməti 92.000-dir. Gördüyünüz kimi soyutma sistemi, kondisioneri var, interneti var, hamısı var. Evimiz yuxarısı 3 otaqdır. Burada dəhliz giriş hissəsidir, döşəməsi taxta poldur. Burada bizdə belə bir mətbəx hissəsidir. Mətbəxi də tam təmirdir. Mətbəx mebeli tam şəkildə qalır, elektron avadanlıqlar çıxacaq. Sizlərə hamam otağını da göstərim. Hamam otağı da gördüyünüz kimi tam təmirdir. Hər bir şey var. Və sizlərə belə bir uşaq otağı göstərəcəm. Masazır qəsəbəsində prospekt yolu çox yaxın bir ərazidə sizlərə 6 qaraj, üstü 3 otaq, belə bir kupçalı, evinə toplanan sənətdə olan həyət evimizi təqdim elədim. Və sonuncu göstərəcəyim yer böyük yataq otağıdır. Bu da sonuncu otağımızdır. 2 yataq otağı var, bir dənə qonaq otağı. Allahına satan Allah yerin versin. Sonra qədər izləyiniz. Təşəkkür ederim.